Bir zamanlar böyük bir kənd vardı. Bu kəndin uşaqları çox mehriban idilər, amma bəzən kiçik söz-söhbətlərdən inciyərdilər. Bir gün kəndin yaxınlığında meşədə bir qəribə işıq peyda oldu. Uşaqlar bu işığın arxasıca gedib böyük bir daş kitabə gördülər. Kitabənin üzərində qızıl hərflərlə belə yazılmışdı: Kim ki dostunu qoruyar, ona dayaq olar. Dürüstlükdən ayrılmaz, o zaman sehirli körpü açılar və hər kəs xoşbəxt olar. Uşaqlar çox təəccübləndilər. Onlardan biri İgid Əli dedi: Dostlar, gəlin bir-birimizi qoruyaq, çünki güc birlikdədir. Digəri Mehriban Zeynəb əlavə etdi: Elədir, yalan danışmaq, dostunu satmaq olmaz. Yalnız doğru danışan və dəstək olan dostluqlar qalıcıdır. O andan uşaqlar söz verdilər ki, heç vaxt bir-birlərini çətin anda qoymayacaqlar. Bir gün güclü fırtına başladı. Kəndin kənarında yaşayan kiçik Rəşid fırtınada yıxılıb ağacların arasında qaldı. Uşaqlar dərhal bir-birlərini çağırdılar. Rəşad, köməyə ehtiyac duyur, deyə səslə çığırış etdilər. Hamısı əl-ələ verib onu çağırdılar. Kimsə qorxmadı, heç kim geri çəkilmədi. O an göydən işıqlar düşdü. Qarşılarında möhtəşəm sehirli körpü yarandı. Körpünün üstündəki daşlarda belə yazıldı: Dostunu qoruyan ürəyini qoruyar. Dürüst olan yolunu işıqlandırar. O gündən sonra kəndin uşaqları daha da mehribanlaşdılar. Onlar öyrəndilər ki, dostluq yalnız oyun oynamaq deyil, həm də çətinlikdə yanında olmaqdır. Dürüstlük insanı qoruyan ən böyük qalxandır. Dəstək olmaq hər kəsi xoşbəxtliyə aparan yoldur. Beləcə kənddə mehribanlıq və doğru yol həmişəlik hökm sürdü.